yeməklərimizdə istifadə elədiyimiz şəkər xəmirləri köhnə xəmirlərdir. Buna glukoza qatmaqla qramını deməyəcəm, resepti soruşursunuzsa, gəlin özünüz burada öyrənin. Glukoza qatmaqla bunu geri dönüş edirik. Və geri dönüş edib bundan fiqurlar hazırlayır. Təbii ki, yeməyə getmir, sırf fiqurlar hazırlanır. Fiqurlar hazırlananda da şolar yeyilmir də bilirsiniz. Amma o şirniyyat ustalarımız adətən bunu bilmir ki, geri dönüşü nətər eləmək olar. Şəkər xəmiri çürüyəndə tuluyurlar, gedir. Amma siz xanımlar özləri evdə özəl işləyəcəklər deyənə, onlara fiqurlar hazırlamaq üçün bu əllərində qalan köhnə marsipanların geri dönüşü izah elədir. Mən süt bildirirəm, haradan? Süt pişirirəm, biraz bərk çıxır, o nədən ola bilər? Onun çox eləyir. Onun çox eləyirsiniz. Çalışın qramla işləyirəm, xələk. Evet, çalışın qramla işləyirəm. Onu da Çoğun xanım dedi. Tövsiyə bildirirsiniz. Sağ olsun, özü dünənləri